Salam uşaqlar. Deməli bu gün baxırıq 9 Mart 11-lərin buraxılış imtahan suallarının izahatına. Deməli 61-ci suala baxaq uşaqlar. Deməli 61-ci sual uşaqlar çox rahatdır. Burada nə deyir? Deyir 11 çıxaq kök altında 21. Bir də bura 11 üzərinə gəl kök altında 21. Bu ifadənin qiymətini soruşur tam. Burada dərəcələr cüt olduğuna görə bunları bir kökün içinə yaza bilərik. Yəni 11 çıxaq kök altında 21, vuraq 11 üzərinə gəl kök altında 21. Və bu da uşaqlar bizə verir müxtəsər vurma düsturunu. Yəni kök altında 11-in kvadratı çıxaq kök altında 21-in bu formada kvadratını. 11-in kvadratı bizə verir 121-i, kökdə 21-in kvadratı köklər gelir qalır 21-i. 121-dən 21 çıxanda bizə verir 100-ü. Kökdə 100-dən də çıxır 10. Yəni bu sual uşaqlar çox rahatdır. Baxdıq 62-ci suala. 62-ci sualın deməli 61-in cavabı C. 62-ci sual loqaritma sualıdır və bizdən soruşur loqaritma 2 əsasdan sürətdə verib 14-ün kvadratı çıxaq 10-un kvadratı bölək 24-ə. Deməli loqaritma 2 əsasdan sürətə baxaq, müxtəsər vurma düsturu bir dəfə çıxıb bir dəfə topla. 14-dən 10 çıxanda bizə verir 4-ü. 14-dən 10-un cəmi bizə verir 24-ü. Məxrəcli də 24 və bu 24-lər gedir. Qalır loqaritma 2 əsasdan 4-ə və 2 əsasdan 4 də bizə verir 2-ni. 62-ci sualda çox rahat sualdır. Deməli uşaqlar bu sualın cavabı oldu ki, yəni B variantı. Baxdıq 63-cü suala. 62-də cavab B variantı. Baxdıq 63-cü suala. 63-də nə deyir? 63-də deyir ki, 63-cü sualda. Deyir, iki perpendikulyar müstəvidən, uşaqlar, bax təsəvvür edin ki, perpendikulyar müstəvini düz xətlə götürürük. Alfa və beta. İki dənə perpendikulyar müstəvidir. Alfa və beta perpendikulyar müstəvilər. Deyir, perpendikulyar müstəvidən, deməli, daxildə bir nöqtədir. Deməli, iki perpendikulyar müstəvidən birindən 2 metr, 2 cm, digərindən isə 4 cm məsafədə yerləşən nöqtə. Uşaqlar, təsəvvür edin ki, A nöqtəsindən bir müstəviyə qədər ən yaxın məsafə 4-dür. A nöqtəsindən digər müstəviyə qədər ən yaxın məsafə 2-dir və burada düzbucaqlı var. 90, 90, 90 və burada 90. 90 bura 4 olanda bura 4 və bu hissəsi 2 olanda aşağı hissəsi olur 2. Bizdən soruşur ki, həmin nöqtədən müstəvilərin kəsişmə xəttinə qədər məsafə. Yəni, buradan bura qədər məsafə, bu da bizə verir Pifagor teoremi. Və Pifagor teoreminə əsasən katrlər 2 ilə 4 olanda hipotenuzun kvadratı bərabərdir 2-nin kvadratı plus 4-ün kvadratı. 4-ün üzərində 16 gələndə bizə verir 20-ni və bu 20-ni də x kvadratı uşaqlar 20-dirsə x nəyə bərabərdir? 20 girir kökün içinə. 20-ni də parçalayırıq. 4 vuraq 5 kimi. 4-dən 2 çıxadıq. Cavab olacaq 2 kökdə 5. Deməli, bu sualın cavabı oldu 2 kökdə 5. Yəni A variantı. Baxdıq. 64-cü sual uşaqlar. 64 çox rahat sualdır. Deyir 25 çıx 5A. Bu ifadənin buruqları ayır. Hər ikisində olan 5-ləri mötədə xaricə çıxarsaq, baxın 5-i nəyə vursaq 25-i verər 5-ə. 5-i nəyə vursaq 5A-nı verər elə A-ya. Cavab olur 5 vuraq 5 çıx A. Deməli 5 vur 5 çıx A doğru cavab B variantı. Və baxdıq növbəti suala. Növbəti sual 65. 65-də deyir ki, x-in qiyməti -5/3-dən böyük və 6-dan kiçik. Bu bərabərliyin ən böyük və ən kiçik qiymətlərinin hasili. Uşaqlar, ən böyük qiyməti 6-dan əvvəl ən böyük qiymət 5-dir. Ən kiçik qiymət isə -5/3-dən sonra ən kiçik qiymət -5. Ən böyük qiymət 5, ən kiçik qiymət -5. Bizdən bunların hasilini soruşur. 5-i də -5-ə vuranda bizə verir -25. Cavab oldu -25, yəni Y variantı. Keçdik növbəti suala 66-ya. Baxdıq 66-cı suala. Deməli 66-cı sualdır. Uşaqlar, qabarıq çoxbucaqlının diaqonallarının sayı n vuraq n çıx 3 böl 2-dir. Bu ümumi diaqonalların sayıdır. Şərtdə də deyir ki, diaqonalların sayı 9-dursa 9-un məxrəci 1-dir. Çarpaq şəklinə vursaq n vuraq n çıx 3 bərabərdir 9-u 2-yə vur 18. Uşaqlar, burada n-in qiyməti mötədən açaq 18 sola gətirsə müxtəsər vurma düsturu. Amma burada n-in yerinə 6 yazsam 6-nı 3 vay kiçiyinə. Yəni 6-dan 3 çıx 3. 6-nı 3-ə vuran 18-i verirsə deməli n-in qiyməti 6-dır. Yəni tərəflərin sayı oldu 6.
Deməli uşaqlar, bu sualın cavabı oldu D variantı. Baxdıq 67-ci suala. 67-də nə deyir? 67-də deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları. Deməli uşaqlar, A və B çoxluqlarının kəsişməsində boş deyilsə, A-nın B-dən fərqi, bu hissə uşaqlar həmişə bizə A-nın B-dən fərqini verir. Elementlərin sayı 6, bu hissə isə bizə B-nin A-dan fərqini verir. Elementlərin sayı isə 4-dür. Deyir, kəsişməsi boş deyilsə, A ilə B-nin birləşməsindəki elementlərin sayının ən kiçik qiyməti. Uşaqlar, birləşmə deyəndə bu üçünün cəmidir. Bu üçünü toplayan da bizə ən kiçik qiyməti soruşursa, kəsişməsi boş olmayanda bura ən kiçik bir qiymət yazsaq, üçünün cəmi ən kiçik olacaq. Və üçünün də cəmini də toplasaq 6, 1 plus 4 bizə verir 11. Deməli, birləşmənin ən kiçik qiyməti bizə verir 11. Yəni, ortada bir element olanda üçünün cəminin ən kiçik qiyməti olur 11. Keçdik növbəti sualı. Deməli, baxdıq 68-ci suala. Uşaqlar, iki kürənin həcmlərinin nisbəti, iki kürədən birinin həcmi digər həcmindən 27 dəfə böyükdür. Yəni, buna belə baxaq da uşaqlar. Kürələrin birinin həcmi digər həcmindən 7 dəfə, 27 dəfə böyükdürsə, deməli, həcmlərin nisbəti 27-də 1-dir. Birinin həcmi digər həcmindən 27 dəfə böyükdür. Bu artıq oxşarlığa aid uşaqlar. Həlli oxşarlığın sualıdır. Həcmlərin nisbəti 27-ni 1-i verirsə, kürənin həcminin düsturu 3/4 pi r kubudur. Pi r kubudur. Deməli, həcmlərin nisbəti radiusların kubların nisbətidir. Nəyin kubu 27-ni verir? 3-ün kubu. Deməli, daha doğrusu radiusların nisbəti 3/1-i verməlidir ki, radiusların kubu, yəni 3/1-in kubu bizə 27-də 1-i verir. Onda radiusların nisbəti 3-ün 1-ə olanda həcmlərin nisbəti 27-nin 1-i olur. Və bizdən də səthlərinin sahələr nisbətini soruşur. Kürənin səthinin sahəsi 4 pi r kvadratı. Deməli, sahələr nisbəti isə radiuslar nisbətinin kvadratıdır. 3-ün 1-ə nisbətinin kvadratı bizə 9-un 1-ə nisbətini verir. 9 da 1-ə böləndə nə verir? 9-u. Və şərtdə də deyir ki, sahələr birinci kürənin səthinin sahəsi, ikinci kürənin səthinin sahəsi neçə dəfə böyük olur? 9 dəfə. Yəni, doğru cavab D variantı. Baxdıq 69-cu suala. D sin x bərabərdir açıq 1-ə. Bölə 2-yə. Və biz bilirik ki, sin x-in ən kiçik qiyməti, mənfi 1, ən böyük qiyməti müsbət 1. Bir də uşaqlar, bu sin x-in yerinə aparıb mənfi 1 yazaq. Mənfi 1 yazsaq olacaq açıq 1 böl 2-yə. Bir də sin x-in yerinə müsbət 1 yazsaq olacaq açıq 1 böl 2-yə. Yəni, sin x-in yerinə ən kiçik qiymət mənfi 1, bir də sin x-in yerinə ən böyük qiymət müsbət 1 yazırıq. Çarpar şəklinə vur, mənfi 2 bərabərdir açıq 1, biri sola gətirib, 1-dən 2 çıxsaq mənfi 1. Deməli, A-nın qiymətin ən kiçik qiyməti mənfi 1-dir. Çarpar şəklinə vur, 2 bərabərdir açıq 1-ə, mənfi 1-i sola gətirib, 3 bərabərdir A-ya. Deməli, A-nın ən kiçik qiyməti mənfi 1, ən böyük qiyməti müsbət 3-dür. Onda olar, A-ya daxil olur, mənfi 1-dən 3-ə. Deməli, A-nın qiyməti oldu olar, mənfi 1-dən 3-ə, yəni B variantı. Baxdıq 70-ci suala. 70-ci sual. Deməli uşaqlar, 71-ci sualda, daha doğrusu 70-ci sualda. 70-də deyir ki, x iştirik, bu paralel köçürməyə aiddir, x plus 4-dür. Y iştirik isə y plus 1-dir. Və bizdən soruşur ki, paralel köçürmədə deməli, paralel köçürmədə A mənfi 3, 2 nöqtəsi nəyə paralel köçürür? Hansı nöqtəyə çevrilir? Yəni, paralel köçürmə. Uşaqlar, x-in qiyməti mənfi 3-dür, y-in qiyməti də müsbət 2-dir. Onu yuxarıda aparıb x-in yerinə, normalda paralel köçürmə 1 olur. A nöqtəsi x, y. Əgər paralel köçürülürsə, A nöqtəsi x iştirixə, y iştirixə paralel köçürsə, deməli, A-nın koordinatları x-in, y-in qiymətidir. Aparıb x-in yerinə mənfi 3 yazsaq, mənfi 3-ün üzərinə 4 gəl, mənfi 3-ün üzərinə 4 gələn x iştirixin qiyməti olur müsbət 1. Və y-in yerinə aparıb 2 yazsaq, y-in yerinə 2 yazsaq, 2-nin üzərinə 1 gəl 3. Deməli, başlanğıc qiyməti mənfi 3-ün üzərinə 4 gələndə x köçür müsbət 1-ə, başlanğıc nöqtəsi y-in qiyməti 2 isə 2-nin üzərinə 1 gələndə y iştirik də köçür müsbət 3-ə. Deməli, paralel köçür 1-dən 3-ə. 1-dən 3-ə də nə variantıdır? A variantı. Deməli, 70-də cavab oldu uşaqlar A. Sonra baxdıq 71-ci suala. 71-də deyir ki, y çıx 2, belə bir ifadə. Sonra modulda 3 çıx y
belə bir ifadə, bir də 6 çıx y. Deyir bu ifadələr ardıcıl ədədi silsilənin ardıcıl hədləri olarsa. Uşaqlar, bu ardıcılıq ədədi silsilənin ardıcıl hədləri olarsa, yəni A1, A2, A3 olsun və biz bilirik ki, ədədi silsilədə orta hədd özündən əvvəlki və özündən sonraki bu iki həddin cəminin yarısıdır, yəni ədədi ortasıdır. 3 çıx y nəyə bərabər olur? Y çıx 2, üzərinə gəl 6 çıx y bölə 2-yə. Yəni ortadakı hədd sağda və soldakı həddlərin cəminin yarısı. Y çıx 2 ilə 6 çıx y toplayıb 2-yə bölünür. Y-lər gedir. 6-dan 2 çıx 4. 4 də 2-yə böləndə bizə verir 2-ni. Onda şolar 3 çıx y bizə 2-ni verirsə, artıq oldu modulun qaydası. Biz nə edirik? Bir dəfə 3 çıx y-ə 2 deyirik, bir dəfə də 3 çıx y-ə mənfi 2 deyirik. Yəni 3 çıx y 2-dirsə 3 çıx y müsbət 2, 3 çıx y mənfi 2. 2-ni sola gətir 1, y-in qiyməti 1-dir. Mənfi 2-ni sola gətir müsbət 5, 3-ün üzərinə 2 gəl 5, y sapar müsbət y. Deməli y-ni ala biləcək qiymətlər 1 və 5-dir. Deməli uşaqlar, bu sualın cavabı da oldu 1 və 5. Yəni C variantı. Baxdıq, növbəti sual 72-ci suala. Uşaqlar, 72-ci sualda cədvəlin içində ədədlər verilir. Deməli, cədvəlin içində 10 dənə ədəd verilir. Cədvəlin içində. Cədvəlin içində uşaqlar, 72-də cədvəlin içində 10 dənə ədəd verilir. 10 dənə ədəd. Və bizdən soruşur ki, ədədlərin hansı hissəsi irrasionaldır? Deməli, bu verilən ədədlərdən irrasional ədədlər pi-dir, irrasional ədədlər kökdə 3-dür, irrasional ədədlər mənfi kökdə 2-dir və bir də irrasional ədəd olan 3 kökdə 5-dir. Yəni, toplam 10 dənə ədəddən yalnız 4-ü irrasionaldır. 10 dənə ədəddən 4-ü irrasionalsa, 10 ədəddən 4-ü, 4 dənə ədəd 4-ü irrasionalsa, deməli, 10-da 4-ü irrasionaldır. 4 ona böləndə bizə nə verir? 0, 10-da 4. Yəni, doğru cavab A variantı. Ədədin 0, 10-da 4 hissəsi irrasionaldır. Və baxdıq 73-cü suala. 73. Şola, 73 də çox asandır. 73-də biz sadəcə nəyi bilməliyik? Deyir, şəkər çoğundurun kütləsinin 20% şəkərdir. 80 ton şəkər çoğundur, neçə ton şəkər alınır? Şola, 80 ton şəkər çoğundurunun əgər 20% şəkərdirsə, biz nəyi tapırıq? 80-in 20%-ni tapırıq. 80 20%-ni tapsaq, 80 20-yə vurub 100-ə bölürük. 1 sıfırlar gedir, 8-i 2-yə vur, 16 ton. Yəni 80 ton şəkər çoğundurunun 20%, yəni 16 tonu şəkər olacaq. 73-də şolar. Doğru cavab. Deməli, doğru cavab Y variantı. Y variantı. Baxdıq növbəti suala. Deməli uşaqlar, növbəti sual 74-də. Baxdıq 74-də. Uşaqlar, 74-də nədir? 74-də. Deməli 4 sin kvadratı alfadır. 4 sin kvadratı alfadır. Çıxaq, mötədən içinə verir. Tangens kvadratı alfa, üzərinə gəl 1. Bir də vuraq, kosinus kvadratı alfa, üzərinə gəl 4 kos kvadratı alfa. Uşaqlar, burada nə edir? 4 sin kvadratı alfa ilə 4 kosinus kvadratı alfanı bir yerdə yazırıq. Bunları bir yerdə yazsaq, olacaq 4 sin kvadratı alfa, üzərinə gəl 4 kosinus kvadratı alfaya. Hə, uşaqlar, deməli, burada 4 sin kvadratı alfa ilə 4 kosinus kvadratı alfanı bir yerdə yazırıq və arada çıx var. Çıx. Buradakı tangent kvadratı alfanın yerinə sin kvadratı alfa bölək kos kvadratı alfa yazsaq, bir də üzərinə gəl 1 və bunu da vururuq kosinus kvadratı alfaya. Uşaqlar, bu iki ifadədən 4-ləri mötədə xaricinə çıxarsaq, qalacaq sin kvadratı alfa, üzərinə gəl kos kvadratı alfa və mənfi qalsın. Kos kvadratını kos kvadratına vuranda bizə verir sin kvadratı alfa. Kos kvadratını 1-ə vuranda bizə verir müsbət kosinus kvadratı alfa. Və biz də bilirik ki, sin kvadratı alfa ilə kos kvadratı alfanın cəmi 1-dirsə, 4-ü vururuq 1-ə, çıx, bu ikisinin cəmi yenə 1-dir. 4-ü 1-ə vur, 4, 4-dən 1 çıx, bizə nəyi verir? Verəcək 3-ü. Deməli, bu sualın uşaqlar cavabı oldu 3. Baxdıq 73-cü suala. Daha doğrusu 75-ci suala. Uşaqlar, 75-i əvvəla biraz sadə yazmağın üsulu nədir? Gəlin birinci misal yazaq.
Deyir x kubu çıxaq 3x-in kvadratı. Üzərinə gəl 3x çıx 1 bölək. Məxrəcdə verib 2x-in kvadratı çıx 2-yə. Bir də bölək. Burada verib x kvadratı çıxaq 2x plus 1 plus 1. Bir də bölək x plus 1-ə. Əvvəl aşağı birinci kəsinin sürətini parçalamaq var. Niyə? Gəlin birinci sürəti sadələşdirək, sonra misalın cavabı tapacağıq, rahat tapacağıq. Burada neydi? X kubu ilə 1-i bir yerdə yazırıq. 1-i. Çıx. Və bu 1-ə 1-in kubu kimi baxmaq olar. Və bu ifadəni isə, bu iki ifadədən 3x-i mötədə xaricdən çıxarsaq, olacaq x minus 1-ə. X minus 1-ə. İnşallah x-in kubu çıx 1-in kubu. Müxtətə vurma üstürü yazsaq, x çıx 1. X-in kvadratı plus x plus 1-in kvadratı 1-dir. Və bir də çıxaq, bu ifadə bunu açılışıdır. Və bir də bunu olduğu kimi yazdıq. 3x bıraq, x çıx 1. İndi bu hər iki ifadədən x çıx 1-i mötədə xaricdən çıxarsaq, olacaq x çıx 1 və bu iki mötədə içində x kvadratı plus x plus 1, bir də çıxaq 3x. Və baxırıq ki, 1x-dan da 3x çıxanda bizə nə verir? X çıx 1, bir də x-dan 3x çıxanda qalacaq mənfi 2x, bir də bu plus 1-in özünü olduğu kimi saxlayırıq. Deməli, birinci kəsinin sürəti budur uşaqlar. Bu birinci kəsinin sürəti. İndi məxrəcdə isə 2-ni mötədə xaricdən çıxarsa, qalır x kvadratı çıx 1, o da bizə verir x çıx 1, x plus 1. Bu sürətin açılışıdır. Bu da məxrəcdir. Müxtətə vurmaq üstür kimi yazdıq. İki kəsini bir-birlərinə böləndə uşaqlar sağ tərəfdə sürəti yuxarı çıxardırıq x plus 1-ə və x-in kvadratı çıx 2x plus 1-i də aşağı aparırıq. İki kəsini bir-birlərinə böləndə sağ tərəfdə sürət və məxrəc yerini dəyişir. X kvadratı çıx 2x plus 1-lər gedir. X plus 1-lər gedir. X çıx 1-lər gedir. Sürətdə isə qalmır. 1 qalır, məxrəcdə 2 qalır. Və bu artıq açıq tipli sual olduğuna görə 1 də 2-yə böləndə bizə nə verir? 0,5 verəcək. Yəni bu sualın cavabı olur 0,5. Baxdıq uşaqlar, deməli növbəti sual. Bu 75 idi, baxdıq 76. Görə 76 bizdən nə istəyir? Deməli 76-cı sualda uşaqlar deyir, uyğun tərəfi paralel olan iki bucaqlardan biri digərinin 80%-dir. Əvvəl uşaqlar 80% nə deməkdir? Onun mənasını başa düşək. 80%-i ədədə çevirsək, yəni 100-ə bölsək 0,8 verir. Deyir, bucaqlardan biri digərinin 80%-dir. Yəni bir bucağı x yazsaq, o biri bucaq da bu bucağın 80% isə, deməli x-in 80% nə deməkdir uşaqlar? Yəni x-in 0,8 isə. Hissə vurmadır. Yəni 1x olanda 1 olur 0,8x. Deməli bucaqlarımız x və 0,8x. Onda bucaqlarımız budsa və bu bucaqlarla toplayanda bizə verir 180 dərəcəni. 1x-in üzərinə 0,8x gələndə 1,8x, 180 dərəcə, x də bərabərdir 180 bölək 1,8. Sürət məxrəci uşaqlar 10-a vursaq, məxrəc bizə verəcək 18-dir. Sürətdə 10-a vursaq 1800. 1800 ilə 10-a bölsək bizə verir 180 dərəcə. Deməli bizim bir bucağımız 100 dərəcədir. 100 dərəcə, 100-ü də 0,8-dən vuranda 80 dərəcəni verir. Deməli bir bucağımız da 80 dərəcə. Bizdən ən böyük bucağı soruşduğuna görə bucaqlarımız 100 ilə 80-dir. Ən böyük bucaq da cavab olur 100 dərəcə. Deməli bu sualın cavabı da olmuş olur 100 dərəcə. Baxdıq 77-ci suala. Deməli uşaqlar, baxdıq 77-ci suala. 77-də nə deyir? 77-də 3 vuraq 5-in üstü x, üzərinə gəl 5-in üstü x plus 1. Deyir, bu ifadə deyir 200-ə bərabərdir. Əvvəla bunu neyini? Bu 3 vuraq 5-in üstü x qalsın. Üzərinə gəl. Uşaqlar, bu 5-in üstü x plus 1-i əsasları eyni üstlər toplamaq qaydasına görə yazsaq, həmin qaydanın tərsi belədir. 5-in üstü x vuraq 5-in üstü 1. Yəni əsasları 5 üstlər toplasaq, bu yuxarıdakı ifadəni verir. Bərabərdir 200. Və buradan da hər iki ifadədə olan 5-in üstü x-ları mötədə xaricdən çıxarsaq, qalır 3, üzərinə gəl 5-in üstü x-i nəyə vursaq 5-in üstü 1-ə verir. 5-in üstü 1 ilə 5-dir, bərabərdir 200-ə. Bəs 5-in üstü x nəyə bərabərdir? Burada sağ tərəfdə 200-dür, 3-ü üzərində 5 gələndə 8 verir. Yəni bu ifadəni 8-ə vuranda 200 verirsə, 200 də bölü 8-ə. 200 də 8-ə böləndə 25. 25 nələr çoxalaq 5-in kvadratı. Deməli 5-in üstü x 5-in kvadratına bərabərdirsə, 5-in üstü x 5-in kvadratına bərabərdirsə, deməli x-imizin qiyməti olur 2. Deməli bu sualın cavabı oldu 2. Baxdıq 78-ci suala. 78-də nə deyir? 78-də şu olar.
2 dənə kompleks ədəddir. Z1 bərabərdir 9 çıx x i-nin üstü 5. Z2-də verir. Deməli, y plus 6i üstü 35-ə. Bizdən x və y həqiqi ədədlərinin cəmini soruşur. Əvvəl uşaqlar, burada i-nin üstü 5 və i-nin üstü 35-ə baxırıq. i-nin üstü 5 nə demək? i-nin üstü 5, i vuraq, i-nin üstü 4-dür. Yəni, i-nin üstü 1, i-nin üstü 4-ə vuran i-nin üstü 5 verir. i-nin üstü 1 qalır, i-nin üstü 4-ü belə yazırıq. i-nin kvadratının kvadratı. Və i kvadrat da mənfi 1-i verirsə, mənfi 1-in kvadratı müsbət 1 i-yə vur, i-ni verir. Yəni, aparıb 9 çıx x, i-nin üstü 5-in yerinə nə yazırıq? Adi i-ni yazırıq. i-nin üstü 5-in yerinə adi yazsaq, olacaq x i-yə. Bu oldu z1. Bəs i-nin üstü 35 nədir? i-nin üstü 35 də i-nin üstü 1 vuraq, i-nin üstü 34. Yəni, i vuraq, i-nin kvadratının üstü 17. Yəni, 17-ni 2-yə vursaq 34-ü verəcək. i vuraq, i kvadratı mənfi 1, mənfi 1-in üstü 17 ilə mənfi 1 verir. Bu da bizə verəcək mənfi i-ni. Yəni, uşaqlar, i-nin üstü 35-in yerinə aparıb mənfi i yazsaq, bu i-nin üstü 35-in yerinə mənfi i yazsaq, bu da olacaq y çıx 6 i-yə. Yəni, uşaqlar, şərtdə deyir ki, Z1 ilə Z2 bir-birlərinin qoşmasıdır. Yəni Z1 Z2-nin qoşmasıdır. Z1 ilə Z2 bir-birlərinin qoşmasıdır. Qoşmasıdsa uşaqlar, deməli, qoşmasıdsa həqiqi hissələri bərabər olur. Yəni y-in qiyməti ilə 9 olur. 9. Y-in qiyməti 9-dur. Və uşaqlar, xəyali hissələri bir-birlərinin əksidir. Yəni x-in yerinə mən mənfi 6 yazsaq, mənfi 6 olacaq 9 plus 6i. Və bu ifadə isə y-in yerinə 9 yazan 9 çıx 6i olur. Bəli, onda bir-birlərinin qoşması olur. X-in yerinə mənfi 6 yazanda müsbət 6i, burada da mənfi 6i qoşmadır. Yəni y-in, daha doğrusu x-in qiyməti də mənfi 6-dır. X-in qiyməti mənfi 6, y-in qiyməti 9. Bizdən nəyi soruşur? X ilə y-in cəmi. Mənfi 6 ilə 9-un cəmi bizə verəcək müsbət 3-ü. Deməli, uşaqlar, bu sualın cavabı oldu müsbət 3. Baxdıq 79-cu suala. 79. Görək bizdən 79-da nə istəyir? Deməli, 79-cu sualda deyir, akt zalında sıradakı yerlərin sayı, sıraların sayından 9 vahid çoxdur. Yəni, uşaqlar, burada özümüzdən x tərtib edək. X olsun sıraların sayı, sıra sayı. Y olsun sıradakı yerlərin sayı. Yerlərin sayı. Şərtdə deyir ki, sıradakı yerlərin sayı y, sıraların sayından x-dan 8 vahid çoxdur. Diqqətlə cümləyə baxın uşaqlar. Sıraların sayı y, sıradakı yerlərin sayı y, sıraların sayından x-dan 8 vahid çoxdur. Və bu zalın ümumi sayı, tutum sayı 384-cə. Uşaqlar, zalın ümumi sayı deyəndə sıranın sayını sıradakı yerlərin sayına vuranda bizə 384 verir. 384 verir. Və bizdən sıraların sayını soruşur. Sıraların sayı da uşaqlar x-dir. Nə edirik? X vuraq, aparıb bu y-in yerinə yazırıq. X plus 8. Bərabər 384-ə. Mötəzən alsaq x kvadratı, x-i 8-ə vur 8x, 384 sola gətir, mənfi 384, 0. Və burada kvadratı təmiyyanına gəldi. İndi diskriminant tapaq, 8-in kvadratı 64, burada mənfi olanda müsbət, 384-ü 4-ə vuranda 6 yazır, 1 yazır, 32, 3 yazır, 3 yazır, 12, 15. Bu da bizə verdi 1536-ın üzərində 64 gələndə 1600. X1 nəyə bərabərdir? Müsbət 8 olanda mənfi 8, kökdə 1600-dən 40 çıxır. Bunu da 2-yə bölsək, bizə verəcək 32 bölü 2 bərabərdir 16. Və uşaqlar, x2-nin qiyməti mənfidir. Bir dəfə çıxanı toplayanda bir dəfə də çıxırıq. Mənfini verildiyindən sıraların sayını mənfi götürməliyik. Deməli, uşaqlar, sıraların sayı 16-dır. Sıraların sayı 16-dır. 16-nın da üzərində 8 gələndə 24. Və sıradakı yerlərin sayı da 24-dür. Bizdən sıraların sayını soruşduğuna görə cavab olur 16. Cavab 16. Baxdıq 80-ci suala. 80. Deməli 80-də nə deyir uşaqlar? 80-də deyir ki, belə bir düzbucaqlıdır. Baxın, belə bir düzbucaqlıdır. Deyir, bu düzbucaqlıda ABCD düzbucaqlısında deməli, belə bir diagonal çəkib, bu düzüb 90 dərəcə. Bu təpədən bura bir hündürlük çəkib. Deyib, AM deyir 9-dur, MC'si isə 16-dır. Bir düzbudaqlı üstbudağın qaydasından bilir ki, düzbudaqlı üstbudaqda düzbudaq təpəsindən çəkilən hündürlük həmin bu
burada həm də proyeksiya sayılır. Proyeksiyaların hasilinə bərabərdir. Yəni h-ın kvadratı, baxın uşaqlar bu qaydadır. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən h hündürlüyü m və n-in, h-ın kvadratı m və n-in hasilinə bərabərdir. H da bərabərdir. M-in yerinə 9, yəni bu hissələr 9, 16 yazsaq, 9, 16-ya vururuq. 144, h da bərabərdir 12-yə. Deməli, hündürlük oldu uşaqlar 12. Həmin düzbucaqları buradan çəkək. Deməli, bu düzbucaqlının hündürlüyü 12-dir. Ümumi diaqonalın uzunluğu 9-dan 16-nın cəmi. 9-dan 16-nın cəmi də 25-dir. Və düzbucaqlısının qaydasına əsasən düzbucaqlının sahəsi nəyə bərabər olur? Diaqonal 25, vuraq diaqonala çəkilən hündürlük, yəni 12-yə. 25-dən 12-yə vursaq cavab olur 300. Deməli, 80-ci sualın cavabı oldu 300. Baxdıq uşaqlar 81-ci suala. 81. 81-də nədir? 81-də deyir ki, 5 azenlik, yəni 5 azen, 10 azenlik və bir də 20 azenlik, yəni 20 manatlıq kuponlar. Deməli, supermarketə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birinə 5, 10, 20 manat dəyərində alış-veriş kuponlarına yalnız biri olmaqla 28 zərb təqdim olunub. Bütövlükdə uşaqlar, ümumilikdə 28 dənə kupondur, yəni zərbdir. Ümumi 28-dir. Yəni belə 5 AD'li kuponların sayını x götürək. 10 AD'li kuponların sayını y, 20 AD'li kuponların sayı da z olsun. Və ümumilikdə hamısı bir yerdə 28 zərfsə, deməli x plus y plus z-in cəmi bizə verir 28-dir. Bunu yazdıq, uşaqlar saxladıq. Sonra nə deyir? Sonra deyir ki, 20 AD'lik kuponların sayı z, 10 AD'lik kuponların sayından y-dən 2 dəfə kiçikdir. 20 AD'lik kuponların sayı 5 AD'lik kuponların sayından isə 16 ədəd azdır. Yəni z 20 AD'lik kuponların sayı 10 AD'lik kuponların sayını 2 dəfə kiçikdir, yəni y bölü 2-yə. 5 AD'lik kuponların sayının 16 ədəd azdır. Yəni 20 AD'lik kuponların sayı 5 AD'lik kuponların sayından 16 ədəd azdır. Uşaqlar, bunları eyniləşdirmək üçün hər üçündə də z var. Hamısını z-ə çevirərik. Çarpay şəklinə vuranda 2z bərabər y verir. 16'ını sola gətirsə z 16'ını sola gətirsə z plus 16 sağda x qalır. Gəlin nə yaşayalım? Bu ifadənin hər birini z-ə çevirir. Necə? X-in yerinə z ilə bağlı nə yaza bilərik? Bu x-in yerinə z plus 16 yazarıq. Üzərinə gəl. Bu y-in yerinə yazarıq. 2z. Üzərinə gəl. Bu z-də olduğu kimi qalsın. Bərabər 28. Z, 2z, z bizə verir 4z'dir. 16'nı sola aparsaq, mənfi 16, 28'dən 16 çıx 12. Və z-imizin qiyməti oldu 3. Deməli, 20 manatlı kuponların sayı 3'dür. 20 manatlı kuponların sayı şu an 3'dürsə, 3'ün üzərinə 16 gələndə 19'u verir. Deməli, 5 manatlı kuponların sayı 19, 20 manatlı kuponların sayı 3'dür. 3'ü də 2'yə vuranda bizə verir 6'dır. Yəni, 10 manatlı kuponların sayı isə şu olur 6'dır. 6'dır. İndi bu hissəni sildik. X-in y-in z-in qiymətini tapdıq. Və bizdən nəyi soruşur? 30 AZ-lik kuponu dəyərləndirmək üçün, demiş olacaq, cümlədən diqqətlə baxaq. Deyir, müştərinin təsadüfən seçdiyi 2 dənə zərfdəki kuponların ümumilikdə 30 AZ-nin dəyərində. Şolar, 2 dənə kupon seçirik, bizdən ehtimal soruşurdan. 2 dənə kupon seçiriksə, ümumi 28 kupon içindən seçdiyimizə görə məxrəcdə olur 28-də 2. Bu ümumi deməli, mümkün alınan sayı 28'de olur 2. Və 30 AZ-ni 2 dənə kupon seçirik. Həmin kuponların 30 AZ-ni olması üçün bu 10 ilə 20'nin cəmi bizə 30 verir də. Deməli 2 dənə kupondan biri 10 AZ-ni olmalıdır, biri də 20 AZ-ni olmalıdır. Onda şolar 2 kupondan birini 6 kupon içindən seçilirsə sürətli olur. Kombinasyon 6'dan 1 və 1 kuponda 3 kupon içindən seçilirsə burada da olur kombinasyon 3'dən 1. İkisini birlikte seçtiğimizə görə əlaqəsi var. Əlaqəsi olanda arada vuraq var. Kombinasyon 6'dan 1 6'nı verir, 3'dən 1 3'ü verir. 28'də kombinasyon 28'də 2 bizə nə verir? 28 faktorial açaq. 28 vur, 27 vur, 26 məxrəcdə 26 faktoriallar gedir. 2 faktorial 2'yə böl 1, 2'yə böl 14. Deməli burada qalır 6 vuraq 3, 14 vuraq 27. 3'ə böl 1, 3'ə böl 9. 3'ə böl 2, 3'ə böl 3.
Sürətdə qalır 2, məxrəcdə qalır 14 vuraq 3. Bunu 2-yə böləndə 1, 2-yə böləndə 7. Sürətdə 1 qalır, 7-ni də 3-ə vuranda bizə verir 21. Deməli, ehtimal oldu uşaqlar 20, 21-də 1. Deməli, bu sualın cavabı oldu uşaqlar 21-də 1. Baxdıq 82-ci suala. 82-yə. Görək 82-də bizdən nə istəyir? 82-də uşaqlar. Deməli, belə bir çevrədir. Və buradan A nöqtəsindən 2 dənə toxunan əvvəla şəkli çəkək. Deməli, A. Deməli, şəklimiz uşaqlar belədir. A, C, B, K. Uşaqlar, şərtdə deyir ki, B bucağı, yəni bura 40 dərəcədir. Bizdən bu, daha doğrusu bura K-dır. Bizdən K-imdə qövsünü soruşurdu. K, M, C qövsü bərabər suala. Uşaqlar, bu xətt bizə çevrənin diametrini verdiyinə görə, bu xətt, baxın uşaqlar, bu xətt bizə çevrənin diametrini verdiyinə görə, radius toxunana hər zaman perpendikulyar olur. Bunu bilirik. Deməli, burada 90 dərəcə var. 90, 40, bura 40 olanda bu hissə bizə verir 50 dərəcəni. Və çevrənin xaricindəki nöqtədən 2 dənə toxunan çəkəndə, 2 dənə toxunan, bura bir M qövsü yazaq, 2 dənə toxunan çəkəndə uşaqlar, M-dən N-i çıxıb 2-yə bölsək, bizə bu 40-ı verəcək. Yəni, M çıx N böl 2, bizə 40 dərəcəni verirsə, deməli, M çıx N fərqi 2-ni 40-a vuranda bizə verir 80 dərəcəni. M çıx N 80 dərəcədirsə və baxırıq ki, bu yarı diametr 180 dərəcə. Və bu yarı diametrdə 180-dirsə, deməli, M ilə N cəmidə 180 dərəcədir. Altaqda toplayanda 2M, N-lər gedir. 180 ilə 80 topla 260. 260 ilə 2-yə böləndə M-in qiyməti nədir? 130 dərəcə. Bizdən də M-i soruşduğuna görə cavab olur 130 dərəcə. Deməli, bu sualın cavabı oldu 130. Deməli, uşaqlar, bu sualın cavabı olur. Birdən bu qövsü soruşur. Yəni, bundan bunu çıxanda 2-yə bölsə, bir də 40 dərəcəni versə, M-in fərqi 80-dir. Və M-lə də N-in cəmi 180. Çünki yarı çevrədir. Baxın, uşaqlar. Bu yarı çevrədir. M-lə də N-in cəmi 180-dir. Altığa toplayanda 2, 260, 180, 80 topla 260, M-in qiyməti 130. Elə birdən də M qövsünü soruşurdu. Uşaqlar, deməli, baxdıq 83-cü suala. 83. 83-də nədir uşaqlar? 83-də, deməli, belə bir piramidadır. Sadəcə. Piramida elə bir açılmış formadadır. Baxın. Belə bir piramidadır. Belə bir piramida. Və şərtdə deyir ki, bunun oturacağının sahəsi 100-dür. Uşaqlar, düzgün piramida dediyinə görə, düzgün piramidanın oturacağı düzgün fiqur olur. Yəni, oturacağı dörtbucaqlı olduğuna görə, oturacağı düzgün dörtbucaqlı kvadratdır. Deməli, düzgün piramida dediyinə görə oturacağı düzgün fiqurdur. Düzgün fiqurda düzgün dörtbucaqlı, yəni kvadratdır. Və oturacağı kvadratın sayısı 100 isə, deməli, bu kvadratın hər tərəfi 10, 10 olmaq ki, onunla vuranda bizə 100-ü versin. Deməli, uşaqlar, bu kvadratın oturacağı bizə verdi, oturacağın tərəfi bizə verdi 10. Gəlin, həmin piramidanı təpədə bir nöqtə çəkək və bunu piramida formasında yazaq. Deyir, oturacağı kvadrat olan bu piramidanın oturacağın, deməli, oturacağındakı hər tərəf 10, 10-dur. Şərtdə də deyir ki, tam səthin sahəsi 360-dır. Tam səthin sahəsi 360. Oturacağın da sahəsi, əgər bizə 100-ü verirsə, piramidanın tam səthin sahəsi nəyə bərabərdir? Piramidada bir oturacaq var. O S oturacağın sahəsi, bir də üzərinə gəl, ümumilikdə yan səthin sahəsi. Deməli, piramidanın tam səthin sahəsi bir oturacağın sahəsidir, bir də S yan səthin sahəsi. Və tam səthin sahəsi 360-dır, oturacağın sahəsi 100-dürsə, yan səthin sahəsi ilə bizə verir, yan səthin sahəsi. 360-dan 100-ü çıxanda 260 verir. Bizdən apoefimi soruşur. Apoefim bir üzünə çəkilən hündürlükdür. Bu da uşaqlar konkret düsturdur. Piramidanın yan səthin sahəsi, deməli düstur belədir. 2-lə 1 vuraq. P, oturacağın perimetri vuraq apoefim. Bu düsturdur uşaqlar. Yan səthin sahəsi 2-lə 1 vuraq, oturacağın perimetri vuraq apoefim. Burada H apoefimdir. Yan səthin sahəsi 260-dır. Bərabərdir 2-lə 1. Oturacağı kvadrat olduğuna görə oturacağın perimetri 4 dənə 10'u toplasaq bizə verir 40'ı. Vuraq H-a. Bunu 2'ye böl 1. Bunu 2'ye böl 20.
Buradan yazaq. 260 bərabərdir. 20 bura h-dırsa, h-in qiyməti 260-da 20-yə böləndə bizə verir 12. Deməli, bu sualda apoetin 13-ə bərabərdir. Baxdıq uşaqlar, deməli, nəyə? 84-ə. 84. 84-də nədir uşaqlar? 84-də gəlin əvvəla cədvəli yazaq, cədvəl çəkək. Deməli, belə bir cədvəldir. Belə bir cədvəldir. Burada 1, 2, 3. Aha. Bu hissəni belə verir. Belə. Deməli, 170 santimetrdən az. Bu da 170 santimetrdən çox. Çox. Deməli, uşaqlar, burada verir oğlan, qız, cəm. Deməli, y 3 qız, cəm 21. 2y x cəm 17. Bizdən soruşur ki, bu cədvələ əsasən boyu 180-dən çox olan oğlanların sayını tap. Boyu 180 santimetrdən çox olan oğlanların sayını tap deyilsə, deməli bizdən 2y soruşur tap. 2y də tapmaq üçün uşaqlar biz y tapmalıyıq. Nə edirik? Bunları alt alda toplasaq, y ilə 3x-in cəmi aşağıda verir 21-dir. Və bunlarda alt alda toplayanda 2y ilə də x-in cəmi alt alda toplayanda bizə verir 7-ni. Bizə uşaqlar buradan y lazımdır. Y tapmaq üçün neyini? Aşağıdakını sağlı sollu mənfi 3-ə vuraq ki, toplayanda x-lar geçsin. Deməli, yuxarıdakını saxlayaq. Y üzərinə gəlir 3x. Aşağıdakını sağlı sollu mənfi 3-ə vuraq. Mənfi 3-ə vur, mənfi 6y. Mənfi 3-ə vur, mənfi 3x. 7-də mənfi 3-ə vur. Deyən görə düzgün yazdıq. Mənfi 3-ə vur, mənfi 3-ə vur, mənfi 3-ə vur. Bəli, 7-də mənfi 3-ə vuranda mənfi 21. Sonra uşaqlar, bunu toplayanda gedir axı. Deyən görə nəyə səhv yazdıq? Burada nəysə səhv yazdıq. Y üzərinə gəl 3x 21-dir. 2y üzərinə gəl x. Hə, burada uşaqlar 17-dir, biz 7 yazmışıq. 17-ni 3-ə vuranda bizə verir 51. Yəni mənfi 51. Altalı toplasaq uşaqlar. Y-dən 5y çıxanda mənfi 5y. 3x-lar gedir. 21-dən də mənfi 51 toplayanda 21-dən 51 çıx mənfi 30. Deməli, y-in qiyməti mənfi 30-da 5-ə böl 6-dır. Y 6-dırsa, 170-dən az olan oğlanların sayı 6. Deməli, x-i 6 olanda 17-dən deməli, y 6 olanda 6-nı sağa apar, 21-dən 6 çıx 15, 15 3-ə böləndə x-i 5-dir. Yəni, 6 üzərinə gəl, 2 vur 5-ə 15, 6 üzərinə 15 gəl 21, x-i 5, y 6, 2-ni 6-ya vur 12, üzərinə 5 gəl 17. Deməli, y 6-dır, x-i 5-dir. 2 5-ə vur 15, 21, x-i 5-dir, y də 6-dırsa 2-ni 6-ya vuranda 12. Deməli, uşaqlar, y tapdıq 6. Y 6-dır, x-in qiyməti də gəl 5-dirsə, oğlan 170-dən az olan oğlanların sayı 6, 3-ü 5-ə vurduq, 15, qızların sayı 15, cəmi 21. 170-dən çox olan oğlanlar 2-ni vurduq 6-ya, y 6-dır, 2-ni 6-ya vurduq 12, x-i 5-dir, 12-dən 5-in cəmi həqiqətən 12-dir. Və bizdən soruşur ki, 170-dən çox olan oğlanların sayı, yəni 2y tap. 2-nin 6-ya vuran cavab bizə 12-ni verdiyinə görə bu sualın cavabı olur 12. Keçdik uşaqlar sonuncu sualımıza. Sonuncu sualda da bizdən, deməli, sonuncu sualda uşaqlar çox, belə deyək, həcmcə böyük ola bilər, amma elə də çətin sual deyil. Deməli, uşaqlar, 85-ci sualda nə deyir? 85-də. Deyir, belə bir düzbucaqlı koordinat sistemində belə bir funksiya verilir. Y, x. Deməli, uşaqlar, belə bir parabola verib, belə bir parabola. Buranı yazıb m, buranı yazıb n. Yəni, A nöqtəsinin koordinatı m və n-dir. Deyir, həmin bu funksiya, belə bir funksiyadır. Baxın, uşaqlar, y bərabər x kvadratı çıxar 8x plus 18-dir. Yəni, bu kvadrat funksiya, yəni, bu kvadrat funksiyanın qrafiki uşaqlar, əgər budursa, onda parabolanın təpə nöqtəsinin koordinatları m və n-dirsə, parabolanın təpə nöqtəsi, yəni m, yəni x0-ı nəyə bərabərdir? Mənfi b böl 2a-ya. Bu düsturdan m-i tapsaq, mənfi 8 verir, müsbət 8 verir, a-sı onsuz da 1-dir. 8-i 2-yə böl 4. Deməli, m-in qiyməti uşaqlar 4-dür. Buraya aldıq 4. Sonra, y0-ı necə tapırdıq? Yəni, parabolanın təpə nöqtəsinin y0-ını, yəni n-i. N-i də bərabər düstur olaraq 4ac çıx b kvadratı bölək 4a-dır bizim düsturumuz. Yəni, parabolanın təpə nöqtəsinin tapılması düsturu. Aparıb
Deməli, A-nın qiyməti 1, C-si uşaqlar, A-sı 1-dir. B-si -8, C-si 18-dir. 4-ü 1-ə vur 4, 4-ü 18-ə vur 72, çıx. 8-in kvadratı 64, böldük 4-ayı, yəni 4-ü 1-ə böldük 4-ə. 4-ü 1-ə vurduq 4-ə. 72-dən 64 çıxan uşaqlar 8 verir, 8 4-ə böləndə 2 verir. Deməli, N nöqtəsinin, bu nöqtənin koordinatda 2-dir, bu nöqtənin koordinatda 4-dür. Deyir, bu parabolanın əvvəla koordinatları uşaqlar tapdıq. Deməli, N-i 4-dür, N-i isə 2-dir. Bizdə şərtdə nə deyir? Deyir, bu funksiyanın qrafikinin absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmələrinə alınan parabolanın təpə nöqtələrinə uyğun olaraq B və C nöqtələri, B, C, D nöqtələridir. ABC-də dördbucaqlısının perimetrində. Şolar, belə deyək də, o x oxuna nəzərən simmetriya deyəndə bunu aşağı gətirdik, aşağı. Yəni 2 vaid yuxarısı, deməli 2 vaid aşağı olur. B nöqtəsini yazaq bura. Deməli şolar, y oxuna nəzərən simmetrik olanda, deməli buradan bura qədər məsafə 4 olanda 4 məsafədə sola gətirdik. 4 məsafə bura olanda 4 məsafə olur bura, 4, 4 bura olur. 2 məsafə bura olanda, 2 məsafə bura olanda buralar 2, 2 olur. Deməli, bura 2 isə, burada 2-dir, burada 2-dir. Sonra bura 4 isə, bura 4-dür. Onda uşaqlar, həmin bu nöqtələrə baxın, A, B, C, A, B, bura bir C yazaq, bura bir D yazaq. Onda uşaqlar, A, B, C, D yazaq, A, B, C, D nöqtələri absis, koordinat, başlanğıcına və ordinat oxuna nəzərən simmetrikdir. Və həmin dördbucaqlıya baxırıq ki, ABC-də dördbucaqlısında 2 məsafəsi bizə verir 4-dür. Bu məsafə 4-dür. Bu məsafə 4-dür, bu 2 ilə 2-nin cəmdə burada 4-dür. Sonra bura 4 ilə 4, 4 ilə 4-ün cəmi, yəni A-dan D-yə qədər məsafə 8-dir, aşağı məsafədə 8-dir. Bizdən də bu dördbucaqlının perimetrini soruşur. ABCD-nin perimetri 8-dən 4-ü toplasaq 12, 12-dən 2-yə vur 24. Deməli, bu düzbucaqlının perimetri də oluşarlar 24. Deməli, bu da oldu, deməli 9 mart buraxılış imtahanının suallarının izahıdır.